Göster. Düştü. Tamam. Gel. Sen buradan. Çok. Yani buradan. Gel. Oldu. Döneli. Akif 2 ton. Ben de 1 ton. Ama gözlükten azal başlıyor. Pardon, sıra bakmayın. En şey siz de eləyirsiniz, yavaş. Döneli. Ben işlediğim mesela 1, 2 yavaşlayış telefonlar. 3, tamam. Oldu. Xəttimiz aydındır. Zal şəraitində yüngülcə şillə vura bilərsiniz. Çöl şəraitində bu yumruq da ola bilər. Gəlir, dirsək də ola bilər. Bu çöldə yumruq və dirsək, ona belə nakavt çəkməsi şərtdir, girəcək. Çünki çox təhlükəli zərbədir. Amma siz uşaq olaraq işləyirsiniz. 1. Şillənin və özü aşağı və kontrol. Deməli, zərbə yəni blok və yəni bloku burada edib gözləmə. Sonra bunu eləmə. Mən gözləyirəmsə Değerli teknikalar atıyor, geçit alabilir. Sizin versiyonlar işte 1, 2. Sonra görürsünüz ki müqaməti qıramırsınız. Hop, fırlanır. Mıyım, aşağı ve yavaşça çekin. Bundan sonra fırlattı. Ve böyleler için olan kontroldan işleyebilirsiniz. Böyleler için olan kontrol nasıl? Dizi basırıq. Dizlə basırıq, çiyini. Sıxırıq yerə, sağ ayağımızı 45 derece qapalı. Oldu. Bir daha geliyorum ki, çöl şəraitində yumruq, dirsək ola bilər. Sizin vəziyyətdə işləyəcək dinləyin. Oldu. Ve buradan aşağı doğru basın, yavaşça alın. Sürette işlemi görsün. Normalde şuna çarptırmam. Çünkü Akif ben süreti gel. Elimden buradan su aldım. Şapalar koyarım. Elimin fırlatına silahlamam. Çünkü artık strafakla gelir. Ama yetmezse strafakla. Takip diye ki. Bu geldi. Bunun direkt. Artık 2. ton cüzden istifade edelim. Oldu. Yaxşı. Uzun sözün kısası siz işleyirsiniz. Şiller. Şiller. Sonra yavaşça basma aşağı. Bir tane yavaş yavaş. Birinci. Şiller. Orada. Yavaş yavaş. Basma. Oldu. Bir ve iki en esas məqam. Birçok texnikalarda var, burada da var. İlk addımı biraz geniş at. Belələrin. Çok. Bu uca almayacaq. Uca arxam ondadır. O vəndə də keçə bilər, güləşə də bilər. Çox. Çırpma bilər yerə. Çünki az attım ayağı və düşdüm onun sahəsinə. Nurba fırlamasının arxasına. Oldu. Ona görə də ilk addımı geniş at. Sanki qucaqlayacaqmış qədər atdım. Bax qucaqladım. Davar nə? Göstərəm bunu. Bax qucaqladım. Ayağını bu verir. Ki buradan sonra da sollayabilirsiniz yine. Tamam. Yaxşı. Ben de bu hakkında.